sığorta hansı dəyən zərərə görə ödəniş edir? Bəzi adamlar başa düşür, əşya evin içərisində Təbii, əşyalar falan da nəzərdə tutulur. Yoxsa bu sırf təmirlə mi bağlıdır? Ümumiyyətlə necədir? Maraqlı sualdır. Daşınmaz əmlakın icbari sığortasını əldə edən vətəndaş yanğın, partlayış, su basma, bütün təbii fəlakətlər və hətta oğurluq nəticəsində dəymiş zərərləri qarşılayır. Burada yalnız daşınmaz əmlakdan söhbət gedir. Daşınmaz əmlakın təmirinə çəkilə biləcək xərclər, konstruktiv elementlər, tutaq ki, qapı, pəncərə, elektrik xətləri, su boruları və s. yalnız bunlara təminat verilir. Və bəzən suallar yaranır ki, yaxşı, mən tutaq ki, yanğın baş verdi, hər hansı bir mebel və ya soyuducu, kondisioner də yandı və tam yararsız hala düşdü. Bu artıq daşınar əmlak sayılır. Bu daşınar əmlakın könüllü sığorta növünə aid edilir. Ona görə bu yalnız daşınmaz əmlak üzrə sığorta təminatı verilir. Və bir sual yarana bilər ki, yaxşı, bəs burada oğurluqdan danışırıq. Daşınmaz əmlak necə oğurlana bilər və s. Burada oğru təbii ki, evə daxil olarkən ya qapını sındırıb girir və ya pəncərəni, bu artıq konstruktiv elementlər siyahısına daxil olduğu üçün həmin o qapıya, pəncərəyə və ya digər konstruktiv elementlərə zərər vurarsa, məhz bu ödəniş həyata keçirilir.